Xoş gördük əziz izləyicilər və Qərbi Kasp Universitetinin tələbələri. Qərbi Kasp Universitetinin siyasi analiz və diplomatik simulyasiya laboratoriyasının podkastında sizinləyik. Bu gün diplomatiyanın ən maraqlı mövzularından biri, diplomatiyanın əsasları və diplomatik protokoldan danışacağıq. Çoxları elə bilir ki, protokol sadəcə rəsmiyyətdir. Lakin biz bu gün bu qaydaların dövlətlərarası münasibətlərdə necə böyük rol oynadığını öyrənəcəyik. Bu gün studiyamızın qonağı çox hörmətli, təcrübəli diplomat, Qərbi Kasp Universitetinin professoru Fikrət Sadıxovdur. Xoş gördük Fikrət müəllim. Hoş gördük, çox sağ olun. Fikrət müəllim, gəlin ən təməldən başlayaq. Diplomatiya və diplomatik protokol nədir? Bu sadəcə kiminsə harada oturması və ya necə geyinməsi qaydasıdır. Yoxsa bundan daha dərin mənası var? Əslində diplomatiya çox maraqlı, mühüm və çox aktual bir sahədir. Amma diplomatiya müstəqil bir istiqamət deyil. Çünki diplomatiya sıx xarici siyasətə bağlı bir sahədir. Xarici siyasət də hər dövlətin deməli beynəlxalq münasibətlər sistemində yürütdüyü, həyata keçirilən bir xəttdir, kursdur. Yəni dövlət başçısı tərəfindən təyin olunur və parlament tərəflərindən təsdiq olunan bir xəttdir. Təbii ki, bu xətt diplomatik xidmət tərəfindən həyata keçirilir. Diplomatik xidmət iki sahədə işləyir, iki sahədə fəaliyyət göstərir. Biri ölkədə Xarici İşlər Nazirliyi və xaricdə səfirliklər, konsulluqlar, baş konsulluqlar, beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət göstərən daimi nümayəndəliklər və s. Yəni bu mənada xarici siyasətlə diplomatiya və diplomatik xidmət çox bağlı bir formatdır, bağlı bir istiqamətdir. Eyni zamanda biz onu da bilirik ki, diplomatiyanın deməli əgər protokoldan söhbət gedirsə, əsas o tərkib hissəsi protokoldur. Çünki protokol yəni davranış qaydaları deyirlər bəzi hallarda. Protokolsuz nə səfərlər təşkil oluna bilər, nə danışıqlar gedə bilər və eyni zamanda bütün o rəsmi tədbirlər protokol normalara uyğun olmalıdır. Bax, mən misal da gətirə bilərəm. Tutalım, səfərlər baş verir, rəsmi səfərlər. Siz onu görürsünüz elə televiziyada, bəzi internet şəbəkələrdə də və s. Qonaqlar gəlir, onları qarşılayırlar. Misal üçün, kim qarşılamalıdır? Onun səviyyəsində olan şəxs və yaxud tutalım ondan bir pillə aşağı. Vaxtı ilə keçmişdə deməli dövlət başçısını digər dövlət başçısı qarşılayırdı, deməli təyyarə qarşısında. İndi biraz burada dəyişikliklər baş verir. Əgər onu kimsə, başqa bir şəxs deməli qarşılayırsa, əsas rəsmi görüş dövlət başçısının iqamətgahında keçirilir. Yəni burada bir sıra məqamlar ola bilsin ki, incə məqamlardır, gözə görünməyən məqamlardır, amma çox mühüm bir məqamlardır. Və protokol demək bir mənalı olaraq onu biz yenə təsdiq formasında mən bunu deyirəm. Protokol diplomatiyanın tərkib hissəsidir və protokol və yaxud davranış qaydaları diplomatiyanın əsas istiqamətlərindən biridir. Aydındır Fikrət müəllim, çox maraqlıdır. Deməli, kiçik bir detal böyük bir diplomatik böhrana səbəb ola bilər. Təbii, əlbəttə, orada düzgün deməli əyləşdirilməmiş rəsmilər və yaxud bayraqların düzgün deməli sancmaması və yaxud tutalım dövlət başçısını layiqli səviyyədə qarşılanmaması, təbii ki, bu müəyyən indi diplomatik əlaqələrin qırılmasına bəlkə də çıxarmayacaq, amma müəyyən narazılığa və münasibətlərin dondurulmasına gətirib çıxara bilər. Yəni çünki bu çox mühüm və çox incə məqamlardır. Ona görə diplomatik müəssisələrin nəzdində protokol xidmətləri fəaliyyət göstərir və bu protokol xidmətləri bu məsələlərə çox ciddi diqqət ayırır.
və bayraqların harda sancılır, harda asılır, bayraqlar hansı qaydada stol üstündə düzülməlidir. Misal üçün, əgər fikir vermisinizsə, misal üçün Bakıda bir çox Avropa dövlətlərin deməli bina üzərində bir yox, iki bayraq asılıb. Bir onların dövlətin bayrağıdır, biri də Avropa İttifaqının bayrağı. Yəni bu onlarda artıq qaydadır. Bizdə başqa bir qaydadır və bu qaydalar hər bir digər dövlət tərəfindən hörmətlə qəbul olunur və burada heç bir deməli protokola heç bir zərbə endirilmir. Sadəcə olaraq hər bir dövlət bu məsələdə, bu istiqamətdə müstəqil bir qərar qəbul edir. Aydındır. Bildiyimiz kimi hazırda 21-ci əsrdə rəqəmsal diplomatiya və sosial media ön plandadır. Belə bir şəraitdə siz necə düşünürsünüz? Protokol qaydaları modernləşirmi, yoxsa Viyanada qəbul olunmuş klassik qaydalar öz normativ gücünü qoruyub saxlayır? 1961-ci ildə imzalanan Viyana Konvensiyası, diplomatik əlaqələr haqqında Viyana Konvensiyası bu klassikadır. Yəni bu klassik bir qayda qanunlardır. Ona hamı riayət edir, hamı əməl edir. Yəni dövlətlər, nümayəndə heyətlər, ayrı-ayrı rəsmilər, dövlət xadimləri və s. Amma təbii ki, bunun müasirləşməsi zaman tələb edir. Çünki əgər bu protokol 1961-ci ildə nə isə nəzərdə tuturdusa, o dövrə uyğun indi 21-ci əsrdə müəyyən düzəlişlər edilib bu protokol qaydalarına. Mən artıq dedim, dövlət başçıları vaxtı ilə dövlət başçıları özləri qarşılayırdı. Bax, bura, misal üçün, müəyyən düzəlişlər edilib. Artıq dövlət başçıları onları orada qarşılamır, öz iqamətgahında qarşılayır. Bu yaxınlarda bizə Bakıya gələn ABŞ prezidentinin müavini vitse-prezident Vance, əgər siz ona izləmisinizsə o görüşü, siz görmüsünüz ki, Vance'i başqa bir şəxs qarşılayıb, amma sonradan təbii ki, dövlət başçımız öz iqamətgahında bunu rəsmi şəkildə qarşılayıb, o müəyyən orada protokol qaydalarına uyğun addımlar atılıb və bununla rəsmi o görüş sona yetib. Yəni bu tək Azərbaycana aid deyil, bu digər dövlətlərə də aiddir. Məsəl üçün ABŞ-da da belədir, Fransada da belədir, Böyük Britaniyada da belədir. Bu demək olar ki, o siz qeyd etdiyiniz Viyana Konvensiyasının modernləşdirilməsi məqamlarıdır və bu təbii ki, dövlətlər tərəfindən normal və pozitiv şəkildə qəbul olunur. Aydındır Fikrət müəllim, çox təşəkkür edirəm. Fikrət müəllim, bugün studiyamızda bizi dinləyən Siyasi-İctimai Elmlər Məktəbinin tələbələri də var. İstərdim ki, onlara da suallarını səsləndirsinlər və sizin tərəfdən sualları cavablandırılsın. Buyurun. Mən Siyasi-İctimai Elmlər Məktəbinin tələbəsi Məmmədli Əli. Fikrət müəllim, biz dərslərdə öyrəndik ki, persona non grata diplomatik protokolunun ən ciddi tədbirlərindən biridir. Öyrənmək istərdim ki, bu status qayda pozuntusuna yol verilir, yoxsa iki dövlət arasında ciddi şəkildə münasibətlərin gərginləşməsini göstərir? Bilirsiniz, protokol rəsmi bir qayda qanunlardır. Protokol diplomatiyanın tərkib hissəsi olaraq bir sıra qaydalara əməl edir və bu qaydalar bütün dövlətlər üçün bir artıq təsbit olunmuş bir qaydalardır. Və bu çərçivədə bunlar həmişə hərəkət etməlidir, davranmalıdır, bir-biri ilə danışıqlar aparmalıdır, görüşməlidir və s. və s. Misal üçün, belə də bir o incəliklər var. Bəzi hallarda, misal üçün, arzu olunmaz şəxslər də olur. Belə bir çərçivədə arzu olunmaz şəxslər
iki istiqamətə bölünür. Bir var, misal üçün, hansısa bir səfiri dövlət qəbul etmir, qəbul etmək istəmir müəyyən səbəblərə görə. Bu şəxs bu dövlətə qarşı hardasa çıxış eləyib, mənfi ifadələr səsləndirib və s. Digər o arzu olunmaz şəxs ölkədə artıq fəaliyyət göstərir, səfirlikdə işləyir və özünü düzgün aparmır. Ya kəşfiyyat məsələlərlə məşğul olur, gizli hansısa bir əməllərlə aşkar olunur və yaxud ölkədə hansısa bir cinayət törədib və s. O halda ölkə bunu xaric edə bilər. 24 saat və yaxud 48 saat ərzində bunlara persona non grata deyirlər. Persona grata arzu olunan şəxsdir, persona non grata arzu olunmayan şəxs. Bax, bu şəkildə, bu formada o diplomatik protokol incəlikləri deməli nəzərə alınmaqla dövlətlər öz addımlarını atır. Fikrət müəllim, gənc diplomatlarımıza və Siyasi İctimai Elmlər Məktəbinin tələbələrinə nəyi məsləhət görərsiniz? Onlar protokol etikasını öyrənərkən xüsusilə nəyə diqqət yetirməlidirlər? Əvvəla, həmin o Viyana konvensiyasını öyrənməlidirlər. Əgər onlar diplomat olmaq istəyirlərsə, əgər onlar diplomatiya ilə yaxından tanış olmaq istəyirlər, öyrənmək istəyirlərsə, həmin o Viyana konvensiyasını öyrənsinlər. Bu bir. Başqa bir tərəfdən Azərbaycan diplomatiyasının qanunları var. Misal üçün, diplomatik xidmət haqqında qanun. Onu baxsınlar, öyrənsinlər. Dilləri öyrənsinlər. Xarici dilləri bilmək diplomat üçün mütləq bir, demək olar ki, qaydadır. Və yaxud hansısa bir beynəlxalq münasibətlər sistemində baş verən hadisələri izləsinlər. Dünya siyasətində baş verən hadisələri, xarici siyasətin necə həyata keçirilməsi addımlarını izləsinlər. Dövlətin xarici siyasətin prioritetləri nədən ibarətdir? Bax, bu məsələlərə diqqət yetirsinlər. Bu halda təbii ki, avtomatik olaraq bunlar diplomat olmayacaqlar. Amma hər halda bu müəyyən mənada bir binövrədir. Təşəkkür edirəm Fikrət müəllim. Dəyərli vaxtınızı ayırıb bizimlə bu maraqlı məlumatları bölüşdüyünüz üçün təşəkkür edirik bir daha. Bununla da anladıq ki, bugünkü söhbətimizdə diplomatiya həm də böyük bir səbirdir, incəliklərə diqqət sənətidir. Bəli, əziz izləyicilər, qonağımız professor Fikrət Sadıxov idi. Qərbi Kasp Universitetinin Siyasi Analiz və Diplomatik Simulyasiya Laboratoriyasının podkastını izləməyə davam edin. Bugünkü diplomatiyadan danışdıq və istərdim ki, son sözlərimi diplomatiyanın ən qədim dillərindən biri olan Latın dilində yekunlaşdırım. Və bu bizim həmçinin laboratoriyamızın sloqanıdır. Per diplomatiam ad pacem. Diplomatiya ilə sülhə doğru. Növbəti görüşlərə qədər.